Salam aleyküm. Biz video paylaşmışdıq ki, Şah İsmail Səfəvinin Azərbaycanımızın hər hansısa bir bölgəsində mülki əhaliyə qarşı zorakılıq etməsinə dair bir mənbə, bir fakt varsa, buyurun. Dostlardan bəziləri Şəki, bəziləri Şirvan, bəziləri Bakı yazıblar. Halbuki bu belə deyil. Yəni Bakıda, Şirvanda, Şəkidə Şah İsmail mülki əhaliyə qarşı heç bir zorakılıq etməyib. Şirvanda, Şamaxı şəhəri yaxınlığında yerləşən Çabanı kəndində Şah İsmail Şirvanşah ordusu ilə döyüşüb. 2 əli silahlı ordu döyüşüb, Qızılbaş ordusu qalib olub, Şirvanşahlar məğlub olub. Bununla da məsələ bağlanıb. Daha sonra Bakıda Şirvanşah ordusunun qalıqları ilə müharibə olub. Orada da silahlılar məğlub olandan sonra məsələ bağlanıb. Şəkidə isə ümumiyyətlə Şah İsmailin heç bir hərbi fəaliyyəti olmayıb. Tam əksinə, Şəki cəmaatı 1521-ci ildə Gürcülərin qəsblərinə, Gürcülərin işğalından görə Şah İsmailə müraciət ediblər ki, Şah sağ olsun bizi xilas eləginən, Gürcülər bizim elimizi, obamızı çapıb talayırlar və Şah İsmail da Şəki cəmaatına kömək üçün Div Sultan Rumulu adlı sərkərdəsini göndərir və həmin sərkərdə Gürcü çarları məğlub eləyir, Şah İsmailin hüzuruna gətirir.